Salam əziz abituriyentlər və müdavimlər. Mən Uğur Akademiyasının onlayn şöbəsinin Azərbaycan dili və ədəbiyyat təlimçisi Aysu Əzizli. Bugün mən sizə ilk dərsimiz fonetikanın izahını sizinlə paylaşacağım. Əziz abituriyentlər, fonetikada biz danışıq səslərini öyrənirik. Yəni, danışıq səslərini biz fonetika, dilciliyin bir neçə şöbəsi var. Bunlardan biri də fonetikadır. Biz fonetikada danışıq səslərini öyrənirik. Danışıq səsləri danışıq üzvləri vasitəsilə yaranır. Deməli, danışıq səsləri danışıq üzvləri vasitəsilə yarandı. Danışıq üzvləri iki yerə bölünür. Deməli, fəal danışıq üzvləri və qeyri-fəal danışıq üzvləri. Fəal danışıq üzvləri və qeyri-fəal danışıq üzvləri. Deməli, qeyd edirəm, danışıq üzvləri. Dedik ki, səslər çoxdur. Yəni, müxtəlif heyvanların çıxartdığı səslər də var. Yəni, səslər müxtəlif ola bilər. Ancaq fonetikada biz yalnız danışıq səslərini öyrənirik. Danışıq səsləri də danışıq üzvləri vasitəsilə yarandı. Danışıq üzvləri iki yerə bölünür. Fəal danışıq üzvləri və qeyri-fəal danışıq üzvləri. Fəal danışıq üzvləri, deməli, fəal danışıq üzvləri və qeyri-fəal danışıq üzvləri. Və qeyri-fəal danışıq üzvləri. Fəal danışıq üzvləri dil, dodaqlar, səs telləridir. Dildir, dodaqlardır, səs telləridir. Qeyri-fəal danışıq üzvləri isə ağciyərlərdir, qırtlaqdır, nəfəs borusudur, dişlərdir, burun boşluğudur, ağız boşluğudur. Bunların içində də ən fəalı isə dildir. Yəni, dil olmasa, belə deyim də, ünsiyyət baş tutmaz. Dedik ki, fonetikada biz danışıq səslərini öyrəndik. Danışıq səsləri danışıq üzvləri vasitəsilə yarandı. Danışıq üzvləri iki yerə bölündü. Fəal danışıq üzvləri və qeyri-fəal danışıq üzvləri. İndi isə keçirik, danışıq səsləri özü neçə yerə bölünür. Danışıq səsləri özü iki yerə bölünür. Saitlər və samitlər. Sait və samit. Deməli, saitlər ağız boşluğunda heç bir maneəyə rast gəlmir. Avazlı olur, musiqili səslərdir, heyecanı yaradır. Samitlər isə ağız boşluğunda müəyyən maneəyə rast gəlir və həmin maneələri dəf edərək yaranır. Samitlər dedik ki, ağız boşluğunda maneəyə rast gəldi və maneələri dəf edərək yarandı. Samitlər küydən və avazdan ibarət olur. Sonra samit səslər ağız boşluğunda maneəyə rast gəlməsi ilə bərabər, yəni musiqili səslər də deyirlər. Sonra bir də səslərin, belə deyək, heyecanın yaranmasında saitlər fəal iştirak edir, heyecanın formalaşmasında isə samitlər fəal iştirak edir. İlk öncə biz saitləri öyrənək. Azərbaycan dilində bizim 9 saitimiz var. Deməli, 9 saitimiz var. Saitlər də əmələ gəlmə yerinə görə, əmələ gəlmə yerinə görə 3 qrupa bölünür. Deməli, saitlər 9 saitimiz var. Saitlər isə əmələ gəlmə yerinə görə 3 qrupa bölünür. Birinci qrup dilin vəziyyətinə görədir. Yəni, dilin üfüqi vəziyyətinə görə. Dilin üfüqi vəziyyətinə görə saitlər iki yerə bölünür. Qalın və ya incə və ya qeyd oluna bilər. Dil arxası testlərdə qarşımıza çıxır. Dil arxası və ya dil önü. Deməli, dedik ki, dilin üfüqi vəziyyətinə görə, yəni burada əsas fəal orqan dil olur. Dilin üfüqi vəziyyətinə görə saitlər iki yerə bölündü. Qalın saitlərimiz və incə saitlərimiz, dil arxası və dil önü saitlərimiz. Qalın saitlərimiz A, I, O, U. İncə saitlərimiz E, Ə, İ, Ö və Ü. Bunlar isə incə saitlərimizdir. Sonra gəldik dodaqların vəziyyətinə görə. İkinci qrupumuz ilk öncə dilin üfüqi vəziyyətinə görə dil arxası və dil önü. Növbəti qrupumuz isə dodaqların vəziyyətinə görə, deməli, dodaqlanan və dodaqlanmayan. Dodaqlanan və dodaqlanmayan. Dodaqlanan saitlərimiz, dodaqlanan və dodaqlanmayan. Deməli, dodaqlanan saitləri deyərkən, dodaqlarımız dairəvi vəziyyət alır. O, U, Ö,
Özünüz də müşahidə edə bilərsiniz ki, dodaqlanan saytlar deyərkən dodaqlarımız dairəvi vəziyyət alır. Dodaqlanmayan saytlar dedikdə isə dodaqlarımız sərbəst olur. Yəni sərbəst olur. A-dı, I-dı, sonra E, Ə, bir də i. Bunlar isə dodaqlanmayan saytlarımızdır. Sonra gəldik növbəti qrupumuz isə dilin şaquli vəziyyətinə görədir. Yəni alt çənənin bəzi kitablarda qeyd edirlər, alt çənənin vəziyyətinə görədir. Deməli dilin şaquli vəziyyətinə görə. Şaquli vəziyyətinə görə. Dilin şaquli vəziyyətinə görə isə iki qrupa bölünür. Dar saytlarda deyirlər. Dar, yəni qapalı. Bu terminlər qarşınıza çıxa bilər. Və ya gen açıq saytlarımız. İndi özünüz də müşahidə edə bilərsiniz. Yəni dilin üfüqi vəziyyətinə görə, şaquli vəziyyətinə görə dedikdə, dar saytları dedikdə ağız belə deyək də nisbətən çox da gen açılmır. Amma gen saytları dedikdə özünüz də müşahidə edə bilərsiniz, çənəniz daha çox aşağıya düşür. Yəni dar saytları dedikdə çənə çox aşağıya düşməsi müşahidə olunmur. Amma gen saytları dedikdə isə çənənimiz daha da aşağı, yəni daha çox açılır. Deməli qapalı saytlarımız I, U, Ü. Bunlar həm də 4 variantlı şəkilcilərin tərkibində də görə bilərsiniz. Məsələn, onu şəkilcilərlə də uşaqlar əzbərləyə bilər. Məsələn, L şəkilcində belə L, 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 yəni oradakı bütün saytlar qapalı saytlardır. Açıq saytlarımızda A-dı, E-di, Ə, O və Ö. Bunlar isə açıq saytlarımızdır. Açıq və ya gen. Bu terminləri öyrənirik ki, çünki testlərdə bəzən bizim qarşımıza bu terminlər çıxa bilər. Bir də bizim dilimizdə, belə deyək də, bizim bu saytlər özləri hər biri qarşılıq təşkil edir. Məsələn, A-dı, Ə-di, bunlar bir-birindən qarşılıq təşkil edir. Məsələn, belə deyək, E ilə Ə-nin demək olar ki, 3 xüsusiyyətlərinin üçü də eynidir. Məsələn, E ilə Ə hər ikisi incədir, dodaqlanmayandır, açıqdır. Bunların hər ikisinin də desələr ki, testə qarşımıza çıxsa ki, hansı saytlərin hər 3 xüsusiyyəti də eynidir, bu E və Ə saytları nəzərdə tutulur. Qalan saytlarda isə 2 xüsusiyyət bir-birindən, 2 xüsusiyyət, bəzən olur bir xüsusiyyət bir-birindən eynilik təşkil edir. Məsələn, A ilə I-nin ortaq xüsusiyyətləri odur ki, hər ikisi qalındır. Hər ikisi, məsələn, dodaqlanmayandır. Bu iki xüsusiyyəti dodaqlanmayandır. Bu iki xüsusiyyəti bir-birindən uyğunlaşır. Məsələn, bir xüsusiyyəti isə deməli, dodaqlanmayan. Deməli, bir xüsusiyyəti isə, məsələn, A açıqdır, I isə qapalıdır. Bu isə fərqli xüsusiyyəti. Qalanlarda, testlərdə qarşımıza çıxanda hansı saytlərin bütün xüsusiyyətləri, yəni 3 xüsusiyyətləri də eyni, 3 xüsusiyyət də eyni üst-üstə düşür. Bu E və Ə saytları nəzərdə tutur. Bir də bizim E saytımıza neytral sayt da deyirlər. Yəni E saytı dilin ortasında yaranır. Dilin ortası, dil ortası saytlarda deyirlər. Yəni dil ortası sayt deyəndə E saytını nəzərdə tuturlar. Deməli, E saytı dilin ortasında yaranır. Amma səslənməsinə görə incə saytlara daha yaxın olduğuna görə biz onu incə sayt götürürük. Deməli, dedik ki, saytlar əmələ gəlmə yerinə görə 3 qrupa bölündü. İlk öncə dilin üfüqi vəziyyətinə görə qalın və incə, dil arxası, dil önü. Sonra dodaqların vəziyyətinə görə dodaqlanan və dodaqlanmayan. Sonra gəldik alt çənənin vəziyyətinə görə, dilin şaquli vəziyyətinə görə açıq, qapalı, dar və gen saytlar. Sonra gəlirik indi saytlərin, deməli bizim saytlərin uzun tərəfsi. Dedik ki, saytlərin xüsusiyyəti oydur ki, ağız boşluğunda maneə rast gəlmir, uzun tərəfs olunur, heyecanı yaradır, musiqili səslərdə avazdan ibarət olur. Bu saytlərin xüsusiyyəti. İndi saytlərin bir xüsusiyyəti olan uzun tələffüz olunma. Dedik ki, saytlərdə, yəni saytlərdən birinin digərlərinə nisbətən daha uzun tələffüzünə uzun tələffüz olunma deyilir. Yəni saytlər, bir sayt digərlərinə nisbətən daha uzun tələffüz olunur. Məsələn, burada da özünüz də müşahidə edə bilərsiniz. Uzun tələffüz olunmanı düzgün yerində işlətməmək bizim orfeepik səhvlərə yol verir. Yəni əgər biz düzgün uzun tələffüz olunmanı əgər düzgün işlətmiriksə, bu zaman
zaman orfoepik cəhətdən səhvə yol vermiş oluruq. Məsələn, alim sözündə. Alim desəm, sözün heç bir mənası olmaz. Yəni, qarşı tərəf məni başa düşməz. Alim deyəndə artıq saiti A saitin uzadan zaman sözün mənası tam oturur. Məsələn, həmçinin elan sözü. Elan desəm, heç kim qarşıdakı insan məni başa düşməz. Amma elan deyən zaman, bu zaman qarşıdakı insan fikrimi daha yaxşı başa düşür. Deməli, saitlərin uzun tələffüzü odur ki, saitlərin birinin digərlərinə nisbətən daha uzun tələffüz olunmasıdır. Deməli, bu da saitlərimizdən bizim uzun tələffüz olmanı göstərməkdən ötürü transkripsiya işarəsinin içərisində qoşa nöqtədən istifadə olunur. Transkripsiya işarəsi böyük mötərizə də deyirlər, bəzi belə deyim, kitablarda qeyd olunur. Deməli, transkripsiya işarəsi ona görə göstərilir ki, sözün tələffüzünü biz transkripsiya işarəsi içərisində yazırıq. Yəni, yazılışı deyil, tələffüzü transkripsiya içərisində yazırıq. Bu zaman uzun tələffüz olunmanda transkripsiya işarəsinin içərisində göstəririk. Saitlərimizdən deməli, I və Ü saitlərindən başqa qalan saitlər uzun tələffüz olunur. Bircə istisna üfüqi sözüdür ki, bu deməli, burada Ü saiti uzun tələffüz olunur. Qalan heç bir sözdə Ü saiti uzun tələffüz olunmur. Uzun tələffüz olma sözün müxtəlif yerlərində də ola bilər, sonunda da, əvvəlində də, ortasında da ola bilər. Məsələn, alim sözündə sözün əvvəlindədir, elanda əvvəlindədir. Məsələn, xəzinə sözünü deyirəm, ya xəzinə. Burada məsələn, özümüz demişik, xəzinə demirik, xəzinə deyirik. Xəzinə. Bu zaman ortada uzanma baş verdi. Sonra məsələn, təbii sözündə sözün sonunda uzanma baş verir. Yəni, burada da saitin düşməsi nəticəsində uzanma baş vermiş olur. Yəni, bəzən sözün özündə də sait uzun tələffüz oluna bilər. İndi, belə deyim, dərsin davamında sizə izah edəcəm. Saitin düşməsi nəticəsində də uzun tələffüz olma ola bilər. Dedik ki, bu da saitin düşməsi nəticəsində uzun tələffüz olunur. Burada alim sözündə sözün əvvəlində, xəzinə sözündə sözün ortasında, təbii sözündə isə sözün sonunda saitin uzun tələffüz olunmasını biz müşahidə edə bilərik. Uzun tələffüz olmanda tapmanın ən yaxşı yolu odur ki, hansı sait uzun tələffüz olunursa, o saiti istədiyimiz qədər uzada bilərik. Məsələn, xəzinə sözündə xəzinə demək, xəzinə. İni istədiyim qədər uzada bilirəm. Məsələn, təbii saiti istədiyim qədər uzada bilirəm. Bu isə olur saitlərin uzun tələffüz olunması. İndi isə keçirik növbəti hissəyə, deməli, saitlərin qoşa saitli sözlər. Qoşa saitli sözlər və adından da göründüyü kimi 2 dənə sait yanaşı gəlir. Qoşa saitli sözlər 2 yerə bölünür. Biri var, eyni cinsli qoşa saitli sözlər. Eyni cinsli. Deməli, eyni cinsli. İkincisi qoşa saitli sözlərdə, qoşa saitli sözlər. İkincisi qoşa saitli sözlərdə adından da göründüyü kimi 2 dənə eyni sait yanaşı işlənir. Məsələn, bunlar qoşa A-lar ola bilər, qoşa Ə-lər ola bilər, qoşa İ-lər ola bilər. Bu zaman nə baş verir? Saitlərdən biri düşür, digəri isə uzun tələffüz olunur. Məsələn, yazıram saat sözü. Saat sözü. Yəni, bu zaman A-nın biri düşür, saat deyirik. A-nın biri düşür, digəri isə uzun tələffüz olunur. Məsələn, yazıram təəccüb sözü. Təəccüb sözündə. Təəccüb sözündə qoşa Ə-lərdən biri düşür, digərisi uzun tələffüz olunur. Təəccüb. Sonra, məsələn, bayaq yazdım təbii sözü. Təbii sözü. Tələffüz zamanı olur təbii. Saitlərdən biri düşür, digərisi uzun tələffüz olunur. Deməli, bu, dedik ki, qoşa A-larda, Ə-lərdə, İ-lərdə saitlərdən biri düşür, digərisi uzun tələffüz olunur. Deməli, burada uzun tələffüz olunmuş işarəsidir. Sonra gəldik bircə burada əsas fikir verməli olduğumuz qoşa O-larda. Deməli, qoşa O-larda isə müəyyən qədər fərqlilik var. Qoşa O-larda, məsələn, zoologiya sözüdür, zoologiya, zootexnik, zootexnik. Bu tipli sözlərdə texnik. Deməli, bu tipli sözlərdə qoşa O-lardan biri düşür, digəri isə uzun tələffüz olunur. Yəni, zoologiya deyirik. Zoologiya. Həmçində zootexnik. Onun biri düşür, digəri. Amma koordinasiya tipli sözdə koordinasiya. Bu zaman koordinasiya kimi tələffüz olunur. Deməli, koordinasiya.
Deməli, qoşa o'larda iki qayda qarşımıza çıxır. Ya qoşa o'lar bir uzun o kimi tələffüz olunur, ya da qoşa o'lar bir a kimi tələffüz olunur. Deməli, dedik ki, qoşa a'larda, ələrdə, i'lərdə saitin biri düşür, digəri uzun tələffüz olunur. Amma qoşa o'larda ya bir uzun o kimi tələffüz olunur, ya da bir a kimi tələffüz olunur. Deməli, bu isə eynicisi qoşa saitli sözlərdə. Bir də nəyə diqqət edirik? Məsələn, şagirdlər nədə səhv salırlar? Məsələn, qoşa a'ları görəndə harda olur olsun birini salıb digərini uzadırlar. Bu səhvdir. Yəni, mən harda gördümsə qoşa a'larda, məsələn, belə ad, ba, ad. Bu tipli sözdə mən qoşa a'nın birini salıb digərini uzada bilmərəm. Çünki sözün mənası dəyişər. Yəni, belə mürəkkəb sözlərdə, bu zaman saitlərdən, belə deyim, qoşa a'larda düşmə baş vermir. Olduğu kimi qalır. Ad, ba, ad. Bu tipli sözlərdə heç bir dəyişiklik olmur. İndi eynicisi qoşa saitli sözlərdən sonra keçirsə, müxtəlifçisi qoşa saitli sözlər. Deməli, müxtəlifçisi qoşa saitlilərdə isə 3 qayda var. Birincisi, deməli, tələffüz zamanı y səsinin əlavə olunması. Görək, hansı sait qoşalığında, deməli, tələffüz zamanı i saiti, deməli, tələffüz zamanı y səsi əlavə olunur. A idi, ə i, məsələn, i a, sonra i o, sonra məsələn, sonra a idi, i adı, ə idi, sonra i ədi. Bu tipli deməli sözlərdə, yəni hər sait birləşməsində tələffüz zamanı bu iki saitin ortasına y səsi əlavə olunur. Məsələn, yazıram a ilə, tələffüz zamanı deyirəm a ilə. Nə baş verdi? A və i saitlərin ortasına y səsi əlavə olundu. Bir də burada bir şeyə qeyd edək. Bax, görürsünüz, uşaqlar, diqqət edin. Burada görürsünüz, hər bir birləşmədə i saitindən istifadə olunub. Deməli, burada mən özümə bir qayda çıxarım ki, əgər 2 dənə sait yanaşı gəlibsə, müxtəlifçisi sait yanaşı gəlibsə, bunlardan biri əgər idisə, tələffüz zamanı y səsi əlavə olunacaq. Burada bizə də təqaüd sözünə, belə deməli, diqqət edirsiniz, təqaüd sözünə. Burada da tələffüz zamanı bizə bu istisna budur. Qalanlarda isə i ilə birləşmə olanda, i birləşməsi, i saiti iştirak edəndə hərf birləşməsinin içərisində bu zaman y səsindən istifadə olunur. Burada da təqaüd formasında olur. Təqaüd. Üzrsən, deməli, bu formada olur. Təqaüd. Üzrsən, deməli, təqaüd. Üzrsən, bu sözü səhv yazmışam. Deməli, təqaüd yazılır. Təqaüd. Üd yazılır. Tələffüz zamanı olur. Təqaüd formasında tələffüz olunur. Sonra gəldik deməli qalan hərf birləşmələrində, yəni sait birləşmələri zamanı tələffüz zamanı heç bir dəyişiklik olmur. Məsələn, nümunələrlə də qeyd edəcəm. Burada məsələn həmin hərf AE birləşməsidir, EA birləşməsidir, sonra Eədir, əadı, eodu, üadı, bu tipli və s. Bu tipli birləşmələrdə deməli, məsələn, müəllim sözüdür. Müəllim sözündə heç bir dəyişiklik baş vermir. Yəni, necə yazırsa, o cürdə tələffüz edilir. Müəllim formasında da tələffüz olunur. Məsələn, okean yazırıq, okean. Okean formasında da tələffüz edirik. Okean. Sonra, məsələn, teatr yazırıq, teatr. Tələffüz zamanı teatr kimi tələffüz edirik. Sonra bu yeni qaydalara görə bu sözlərdə heç bir dəyişiklik yoxdur. Məsələn, bunu silək. Məsələn, səadət yazırıq. Bəzən səadət deyirlər. Səadət. Səadət yazırıq. Deməli, tələffüz zamanı səadət formasında tələffüz eləməliyik. Yəni, bunlarda heç bir dəyişiklik yoxdur. Sonra deməli, bu yeni qaydalara görə bu hərf birləşmələrində tələffüz zamanı heç bir dəyişiklik baş vermir. Sonra gəldik müəyyən qeydləri də qeyd edək, sonra saitlər bölməsini yekunlaşdıraq. Deməli, hərf birləşmələrimizdən ov, öv
hərf birləşmələridir ki, ov, öv hərf birləşmələridir ki, bunlarda tələffüz zamanı heç bir dəyişiklik olmur. Məsələn, yazıram dovşan, tələffüz zamanı dovşan kimi tələffüz edirəm. Dovşan olduğu kimi tələffüz edirəm. Heç bir dəyişiklik olmur. Sonra məsələn, dövlət olsun, dövlət olduğu kimi tələffüz edirəm. Heç bir dəyişiklik olmur. Dövlət formasında tələffüz edirəm. Sonra əvvəlində ərəb fars mənşəli sözlərdə əvvəlində ba, sonra bi, la, na, bu tipli ön şəkilçilər gələn sözlərdə, şəkilçilərdə, ön şəkilçilərdə sait uzun tələffüz olunur. Məsələn, yazıram ba, mə, zə. Tələffüz zamanı bu cür tələffüz edirəm. Ba, üzr istəyirəm. Deməli, ba, məzə formasında tələffüz edirəm. Baməzə formasında tələffüz edirəm. Sonra bizim mürəkkəb sözlərimiz var. Məsələn, əmi oğludur, dayı oğludur. Bunlarda da 2 sait qoşa gəlir. Əmi, oğlu yazırıq. Tələffüz zamanı deməli, əmi oğlu kimi tələffüz olunur. Yəni, sait düşməsi baş verir, amma uzun tələffüz olma olmur. Həmçinin dayı oğlu sözlərində əli ağacdır, bacı oğludur. Bu tipli sözlərdə heç bir dəyişiklik olur. Sait düşməsi baş verir, amma uzun tələffüz olma özünü göstərmir. Sonra bəzi sözlərimiz var ki, məsələn, bizim şüar sözüdür, şüar sözüdür. Sonra şücaət sözüdür, şücaətdir. Məsələn, bəraətdir. Sonra riayətdir, riayətdir. Sonra məsələn şüara sözüdür, şüara sözüdür. Sonra siyan sözüdür. Bunlarda fikir verdiniz, şücaətdir, bəraətdir, məsələn qirayətdir, riayətdir. Bunlar ətlə qutaran sözlərdir. Bunlarda tələffüz zamanı heç bir dəyişiklik olmur. Nə uzun tələffüz olunma var, nə sait düşümü var. Heç bir dəyişiklik olmur. Şüardır, ondan sonra siyansdır, şüara sözdür. Bu tipli sözlərdə də heç bir dəyişiklik baş vermir. Sonra gəldik növbəti bir sizə bir qeyddə deyim. Deməli, dedik ki, bir də kəmiyyət fərqi var, keyfiyyət fərqi var. Onu da növbəti dərslərdə sizə daha geniş formada izah edərəm. Deməli, saytları bugünkü qaydamız saytlarla bağlı bu qədərdir. Növbəti dərsimizdə isə mən sizə samitlərlə bağlı olan xüsusi məqamları qeyd edəcəm.